dostlar. Bugün mən özümə bir dənə spirt qabı eləyirəm. Bir dənə mənim belə şeyim var idi, tuxu qabım. Bu qutarın içində prosto bir şey qalıb, özüm düzəltdiyi. O da çox qəşəng idi. Yəni qəşəng parfümlərin qoxularını qatışdırmışam. Birinci bunu tutulsun. Bunun içindeki ne olacak? Doldu. Dökək. Kaçtı. Oh, sudan çok kaçıyor. İyi gelir. Oh, ha. Birinci bunu suya sokuruq, çıxartırıq. İçine dolmuşduq o su. Kir çıxsın deyə belə basırıq. Qəşəng yuyuruq. Mənim spirt qabıydı, prosto onun belə ucu yox idi. Baxın, çox rahatlatıcı bir şey olur. Səsə baxın, qoluncuk çıxır. Dolduruq suyu. Belə bura belə bastım, fışqırdı istiyor. Bunları burlayıp gələcəm. Dostlar, göstərəmirəm, əlim suda qoymuşam. Sonra bunun içine belə su doldururuq qabın. Sonra ağzını bağlayırıq, belə fışqırtırıq. Həm görək su gəlir, həm də təmizlənsin. Bu suyu təzədən boşaltdım, doldurdum ki təmiz olsun yəni. Dostlar, indi qoyaq. Bəli. Doğ qabımızı belə quruladım. İçi qurulamaq lazım deyil. Onsuz da yenə də sulu da olsa şey düşəcək. Baxın, mənimki budur. Görə belə əyif fışqırtmalıyıq ki olsun. Baxın, bunun belə ucu yoxdur. Bu böyük diye bu içinde hala var. Bunu atmam. Bu spirit kabı axırına kimi doldu. Axırına kimi doldu. Bunu mesela spirit qabında spirit boşaldı. Mən gedib spiriti oradan dolduracağım.
oldu. Siz de evde deneyebilirsiniz. Videolarımıza like atıp abone olup yorum yazmayı unutmayın. Özde 1K olduk. 3K'ya doğru yaxınlaşırıq. Yəni elə sürətdə keçdi, heç mən də anlamadım. Ona görə necə deyim, 100 abunə olanda məsələn yazıram, onu tez keçirdi deyə bir günə 200 abunə olurdu deyə onu yaza bilmirdim. Dəstəkləriniz üçün sağ olun. Video like atıp abone olup yorum yazmayı da unutmayın ki belə videolar gəlsin. Məsələn bunları belə düzəltmək üçün sağ olun.